Əuzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Ramazan ayı boyunca siz əzizlərə Ayətullah Xameneyi və Ayətullah Makarim və Ayətullah Sistani ağaların rəylərini çatdırırıq. Bu məsələlərdən biri də ağza, yəni Ramazan ayında oruc ola-ola ağza suyun aparılması məsələsidir. Məzməzə və yaxud biz deyərik ağızda çalxalamaq, ağızda qarqara eləmək məsələsidir. Alimlərimiz buyururlar ki, əgər bir şəxs bilərsə, yəni elmi var, xatircəmliyi var ki, suyu ağzına aparsa, olduğu kimi onu xaricə buraxacaqdır. Yəni ağız boşluğuna bir qətrə də olsun su daxil olmayacaqdır. Buyururlar, bu halda əgər bu şəxs yəni suyu ağza apararsa, sonra da onu xaricə buraxarsa və həmçinin boğazına da heç bir qətrə də su getməzsə, bu halda onun orucuna heç bir zərər yoxdur. Amma bu şəxs bilir ki, yəni ağzına su aparsa, ağzını yəni qarqara eləsə, suyu ağzında çalxalasa, bilir ki, boğazına, yəni boğazının daxilinə, ağız boşluğundan boğazının daxilinə heç bir qətrə də su getməyəcək. Amma bu şəxs bildiyinin əksi olsa, yəni ağza suyu apara, ağza suyu aparandan sonra onu suyu xaricə çıxarmamışdan qabaq bir qətrə yaxud bir yəni damcı su boğazın daxilinə gedə. Alimlərimizin burada nəzərləri fərqlidir. Ayətullah Xameneyi və Ayətullah Makarim Şirazi ağaların nəzərlərinə əsasən, əgər bu məzməzə, ağızda suyun çalxalanması dəstəmaza xatiri olarsa, bilirsiniz ki, siz əzizlər, dəstəmaza görə ağzın məzməzə olunması müstəhəb əməllərdəndir. Əgər dəstəmaz üçün bu, yəni məzməzə, ağza suyun aparılması baş verərsə, buyururlar ki, hətta ağız boşluğuna daxil olsa belə, yəni boğazın boşluğuna daxil olsa belə, bu, yəni bilməyərəkdən baş versə, buyururlar ki, oruca xələl yetirməz. Ancaq başqa bir məqsədlər üçün ağza su aparılsa, məsələn, susuzluğun yatırılması ilə bağlı və yaxud hər hansısa bir məqsədlə bağlı ki, hətta əbəs bir məqsədlə bağlı. Məsələn, bir şəxs ağzına suyu alır, buraxır çölə, ağzına suyu alır, buraxır çölə Ramazan ayında. Ağalar buyururlar ki, Ayətullah Xameneyi və Ayətullah Makarim ağa buyururlar ki, bu şəxsin orucu o günü batildir, Ramazan ayından sonra bir gün qəzanı yerinə yetirəcək. Əlbəttə ki, o günü də oruc halında qalacaq. Amma Ayətullah Sistani ağanın nəzərinə gəlincə isə, Ayətullah Sistani buyurur, əgər bir şəxs yəni susuzluğunu aradan qaldırmaqdan ötürü ağzına suyu apararsa və boğaz boşluğuna su daxil olarsa, bu halda bu şəxsə qəza orucu vacibdir. Amma digər halətlər ki vardır, məsələn, dəstəmaz alarkən məzməzə üçün ağzına su aparır, yaxud susuzluğu aparmaqdan qeyri, hər hansı bir məsələyə görə, hər hansı bir məqsədə görə ağzına su apara və boğaz boşluğuna düşə, bir halda ki, bu şəxs bilirdi ki, yəni ki, bu halət onda baş verməyəcək, yəni boğazına daxil olmayacaq, amma bu baş verdi. Buyurur ki, əgər susuzluğa xatir olmasa, hər bir hal üçün olsa, yəni baş versə bu şəxsin orucu düzdür, qəza orucu da ona vacib deyil. Vəssalamu aleykum və rəhmətullah.